Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Uzun illər Salyan şəhər Pənah adına bir nömrəli humanitar fənlər təmayüllü məktəb liseydə riyaziyyat müəllimi işləmiş. Hökmə Kəlbi Hüseyin qızı Həsənova vəfat edib. Xəbər verilir ki, müəllimin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik. Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərar əsasən əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya ödəniləcək. Xəbər verilir ki, bunu Milli Məclisin deputatı İqtisadçı Vüqar Barımov bildirib. Qərarla Əmək Məcəlləsinin 115-117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilməmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək. 115-ci maddə ilə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddə ilə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddə ilə isə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyənləşir. Belə ki, işçi fərqli səbəblərdən əlavə və ya əsas məzuniyyətdən tam istifadə etməyibsə, o zaman o işdən çıxan zaman ona həmin günlərə görə kompensasiya ödəniləcək. Bu zaman həm yeraltı işlərdə çalışanların əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işlərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətləri olan şəxslərin, həm də uşaqlı qadınların istifadə edilməyən əlavə məzuniyyətlərinə görə ödənişin verilməsi nəzərdə tutulur. Əgər işçinin çalışdığı müddətdə istifadə etmədiyi 50 gün əlavə və 40 gün əsas məzuniyyət günləri varsa, o işdən çıxan zaman ona əlavə olaraq 90 günün məzuniyyət kompensasiyası ödəniləcək. Əgər gündəlik məzuniyyət haqqı 50 manatdırsa, o zaman həmin işçiyə 4500 manat əlavə kompensasiya ödənişi verilməsi təmin ediləcək. Bu qərar işçilərin sosial hüquqlarının daha yaxından qorunması və kompensasiya ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edəcək.